Salam Ustad. Salam. Deyəsən nəsə itirmisən? Tapdım. Buyurun, eşidirəm. Hə Ustad, buradan keçirdim, dedim gəlim sizlə bir salamlaşam. Çox bədniyabət adamsan. Ayağında qram xeyir yoxdur. Bu olub gəl Ustad. Sənin quru salamın mənim nəyimə lazımdır? Mən burada saat düzəldirəm. Saatım var, gəl saatını düzəltdir, çıx get. Saat demişkən, sən bir dəfə gəlmirsən mənim yanıma. Yadımdadır, gəldin, başımı o qədər xarab elədin ki, əlimdə saat düzəldirdim. Nəyini hardan sökmüşəm, yadımdan çıxartdım. Doğru. Çox təəssüf ki, həmin saatı yığa bilmədim. Və sonra neynədir? Heç nə. Yığdım paketə, verdim sahibinə, getdim. Siz də gedin, başımı ağrıdmayın. Gedin. Yaxşı, sağ olsun. Yaxşı o vaxtı bir saatını bunu açdırmamışım. Yoxsa bunu da yığamayacaq. Görəsən, belə paz adamlar düz yolları ilə niyə çıxıb gedmirlər? Hə, bax, o suala cavab tapa bilmirəm. Sizin də bildiyiniz bir məsləhət varsa, verin gəlsin.